müsəlman var idi, deyir, getdi ticarət dalınca başqa bir ölkəyə, müsəlman ölkəsi deyildi. Getdi, deyir, ora, çalışırdı, öz işində idi. Bir hanımla rastladı, özür dilərim. Aşıq oldu bu xanıma. Ki, bununla evlənmək istəyir. Bir gün, 2 gün, 3 gün gördü, yox. Artıq ağlım başımdan çıxır. Gəldi, yaxınlaşdı bunun babasına. Dedi ki, bəs mən belə bir iş görmək istəyirəm. Sizin qızınızla evlənmək istəyirəm. Dedi, müşkülü yoxdur. Amma ortada bir problem var, bir müşkül var. Nədir o müşkül? Sən müsəlmansan, biz nəsraniyik. Biz nəsranilər müsəlmanlara qız vermərik. Deyir, qaldım öz-özümə, Allah neyniyim, dinlə, dünya arasında qalmışam. Dedim, yox, mümkün deyil mən müsəlmanlıqdan əl çəkəm. Olmaz ki. Getdim, deyir, işimin dalınca. 3 gün, 5 gün, 10 gün gördüm, yox, alınmır. Artıq kontrolum əlimdən çıxıb. Dedim, nə olar, gedim, yalandan da olsa deyim ki, mən müsəlmanlıqdan çıxıram. O qədər ki, evlənim, ondan sonra həll eləyərəm. Getdim, deyir, elçiliyə, qızı aldıq, evləndim, dedim, mən də nəsraniyəm, sizdənəm. Biraz keçəndən sonra, deyir, gəldim evə. 1 gün, 2 gün, 5 gün, gördüm, yox, mən qayb etmişəm. Nəyin müqabilində satmışam mən. Deyə də bilmirəm, Allah, neyniyim? Desəm, məni öldürərlər ki, mən bunları aldatmışam. Otururdum, deyir, bir küncdə həp ağlayırdım. Həzrəti Seyyid-i Şühada İmam Hüseyin ağanın adı gəlirdi hatırama, ağlayırdım. 1 gün, 2 gün, 3 gün gördüm, dözə bilmirəm. Gəldim hanımın yanına, dedim, hanım, məsələ belədir. Mən müsəlmanlıqdan çıxmamışam. Hanım da görür, həp ağlayıram. Dedə, görüm, niyə ağlayırsan? Əgər mantıqlı bir şeydirsə, mən qəbul eləyərəm də. Deyir, bizim bir Seyyid-i Şühədamız var idi, Həzrəti Hüseynimiz. Mən çox vicdan əzabı çəkirəm. Mən dünya malına görə dəyər miydi? Hüseyni satdım, gəldim, özümü nəsrani kimi göstərdim. Dəyər miydi? Xanım, bilmirəm neyniyim, istəyirəm, təlaqı verim, ayrılım səndən. Çünki daha gedib davam eləyə bilmirəm həyatıma. Deyir, hanım dedi ki, yox, ehtiyac yoxdur. Əgər bu Hüseyin yaxşı Hüseyindirsə, qoy mən də bunu qəbul eləyim, elə bir yerdə Hüseyni ağlayaq. Deyir, mən dedim, roza oxuyurdum, elə başlayaq zikri müsibətə. Mən, deyir, Hüseyndən deyirdim, ağlayırdım, xanım da qoşulurdu, mənə ağlayırdı. Mən danışırdım Kərbəlanın susuz əsğərindən, xanım ağlayırdı. Mən danışırdım Kərbəlanın Əli Əkbərindən, xanım ağlayırdı. Qısa zaman keçəndən sonra xanım kötü bir hastalığa düçar oldu. Dedilər, çarəsi yoxdur, öləcək xanım. 1 gün, 2 gün qısa zaman sürdü, hanım dünyadan köçdü. Hanımın dünyadan köçdü, o Hüseynə ağlayan xanım. İndi bunun babası gəldi, anası gəldi, dedi ki, biz bunu gərək öz adət ənənəmizlə dəfn eləyək. Biz bunu öz adət ənənəmizlə dəfn eləyək. Mən də bir söz deyə bilmədim. Götürdülər, deyir, bu hanımı, dəfn elədilər nəsranilərin məzarlığında. Nəsranilərin məzarlığında dəfn elədilər. Özümə sığa bilmirdim ki, ay Allah, Hüseynin aşıqı necə ola bilər nəsranilərin məzarlığında dəfn olsun. Bir gecə, deyir, qərar verdim ki, gedəcəm o məzarı açacam, onu oradan götürüb aparacam müsəlman qəbirstanlığına. Bu fikirdəydim, deyir, gecə getdim, məzarlığı açdım, gördüm bir dənə yaşlı kişi. Hanımın məzarda yoxdur. Nə qədər, deyir, çox təəccübləndim, qorxdum, Allah, neyniyim, necə eləyim, bu nə bir möcüzədir, bu necə bir işdir. Gəldir, deyir, uyudum, rüyamda gördüm, Həzrəti Hüseyin gəldi rüyam.
Dedi sən elə bilirsən biz aşiqlərimizi orada bıraxarıq. Sən elə bilirsən biz aşiqlərimizi tənha bıraxarıq Nəsranilərin qəbirstanlığında. Mənim hərəmimdə bir yer var idi, orada layiq olmayan biri dəfn olmuşdu. Sənin hanımımı gətirdim, orada dəfn elədim, onu götürdüm, apardım Nəsranilərin qəbrinə. O Nəsrani idi, sən bir ömür Hüseynə ağlamısan, görürsən sənin üçün neyniyər.